Baxın uşaqlar, səhifə 11-i izah edirəm, diqqətlə qulaq asın. Deyir ki, bərabərliyin xəstələrindən istifadə etməklə boş formaya uyğun ədədi yazın və ya əməl işarəsini şahid tapın. 9 + 7, 8, 17, 17 çıxılsın 6. Bura 6 yazacaqsınız uşaqlar. Bura 21 çıxılsın 9, 12, üstəgə 7, bura 7 yazacaqsınız. Bura 21 yazacaqsınız. Sonra 18, 18, bura demək 18 çatmır. 42, 42-ni də 3-ə bölürük, 3, bura 3 yazırıq. 8, 8-i də nə vururuq? Burada 9 olur. 72, burada 72 olur. 8'i 3'e bölürük. Neydir? 36 idi mi? Bura ne oldu? 36. Baxırıq. 35'in üstüne 8 ne etmişdir? 43. 43. Burada çıxaq olmalıdır. İşarəsi yoxdur. 13'dür. 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 Üstə gəlir yoxdur. Keçirik. Burada toplaması yoktur. Burada çıxılması yoktur. Burada bölme yoktur. Burada yine de bölme yoktur. Burada vurma yoktur. Burada yine vurma yoktur. Evet, birinci bərabərliyin doğru olduğunu göstəren, ikinci bərabərliyin doğru olduğunu ise uyğun xəstəyə izah edin. Gəlin belirik. 24'te 8, üstəgə 4'te 3. Deyir ki, bərabər olduğunu göstərin. 2'ye bölsək, bəli, 2'ye bölsək 4 edir, 12'de 4. Şimdi keçirik buna. 2'ye böldük, nə etdi? 12'de 4. Üstə gəlirik 4'te 3. Bu verəcək mi bizə 24'te 8? Önce baxmırıq. Yenə də nəyə bölürük? Üstə gəlir 4'te 3. Aha. Yəni ki, bərabər olur. Yenə də bunun toplanması nə olur? Sağ, sola bərabər olur. Baxıq. 4'e vurduq, 4'e vurduq. Nə etdi? 12'de 8. 4'e vuracağım, 4'e vuracağım. 12'de 8, çıxılsın 8'de 1. Bəli, oldu. Demək, 12'ye bölüb, 12'ye də bölüb, nə elədi? 4'te 3, çıxılsın 6'da 1. Sonra 3'e vurub, 3'e vurub, 3'e vurub, 3'e vurub, 24'te 21. Sonra 20'de 16'dır, bu da 5'te 4'tür. 20'de 16'da vurursun 10'a. Bu da 5'te 4 vurursun 10'a. Gəlin bunları hesablayalım. Baxın uşaqlar, bu 24'te 16'dır, bu da 5'te 3'te, sürəti 3'te, 3'te gəl 1'də. Hər ikisini 10'a vuranda, 10'un üstə, buranı da 10'a vurub artıranda, buranı da 10'a vurub artır. Yine bunlar nədir? Bərabərdir. Yenə də bura baxırıq. Sağ deyir, sola bərabərdir. Əlbəttə ki, bərabərdirsə demək bərabərdir. İndi buranı 2'də 1'ə bölübsə demək sağı da bölməlidir 2'də 1'ə. Deyir, bu ifadə buna bərabərdir. Bu ifadəni 4'te 3'ə böldükdə bu ifadəni də nəyə bölürük? 4'te 3'ə. Bir ifadə deyir, bu buna bərabərdir. Deyir, bu ifadəni 24'ə vuranda bu ifadəni də nəyə vururuq? 24'ə. İndi sadə tənliklərin həllinə keçirik. Tapşırıq 3. Birinci. X bölünsün 2 bərabərdir 4. İndi deyik, verilmiş ədənin tənliyin köşə olub olmadığını baxaq. Deyir 8'dir. Baxaq. Bəli, 8'dir. 4
0,2 o da 8. 0,4 burası x bərabərdir 3. X də bərabərdir 3'ü bölürəm 0,4'ə. 0,4 baxın 3'ü bölürəm 10'da 4'ə. X də bərabərdir 3'ü vururam 4'də 10'a. O da 30 bölünsün 4'də. 4'də 30 belə olur. O da ne edir? 30'un içində 4, 7 dəfə 28, 20 o da 5. Ne etdi? 7,5. Bu onun kökü değil. İndi üçüncüyə keçirək. X çıxılsın 1/3'də 1 bərabərdir 3'də 2. X bərabərdir 3'də 2 üstəgə 1/3'də 1'ə. X də bərabərdir 1/3'də 100 o da 2. Keçirək 4'ə. X çıxılsın 3'də 2. 3/2 bərabərdir 2. Cavab 2'dir. Bəli, doğrudur. Yumurlayıram. 1/8. X də bərabərdir 4 o da 5. Bunun cevabı 5 oldu. 5'inciyə baxırıq. X bölünsün 6 bərabərdir 5. Bu da ne verdi? 30. Bunun səhvdir cevabı.